Həzrət İsa ilə yol gedir. Həzrət İsa çıxırdı da adət idi də dənizin üstündə yol getmək. Onun üçün bir kimi bizim kimi asfaltda yol gedirik. Sahabəsi də gəlir dalıca deyir ki, dayanır. Deyir, nə oldu dayandın? Deyir, mən suyun üstündə adam gəzər. Deyir ki, Allaha təvəkkül elə, bismillah de, gəl. Həzrət İsa'nın sözü ona təsir edir, Allaha sığınır, deyir, o gedir suyun üzərində, bu da gedir. Gedə, bu mən var axı, bu lənətə gəlmiş mən. Rahat bıraxmır adamı. Öz-özünə deyir ki, bu İsa ruhullahdır, Peyğəmbərdir, o heç. Suyun üstü ilə gəzir, təbiidir. Gör mən kiməm, Gör mən kiməm, mən kiməm deyən kimi düşür suya. Həzrət İsa da insanşünasda baxır, deyir, hə, yenə qürur gəldi sənə, əlindən tutur, çəkir, dərhal, bax, qoymur, mən kiməm deyən kimi qərq olur. Bu sadə bir hadisədə həyat qanunu gizlənir. Haçan ürəyəcəm, mən gəldi, dinən, stop.